Mövzumuz təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları haqqındadır. İlk öncə, psixoloji xidmətin əsas məqsədləri. Psixoloji xidmət valideynlər və digər qanuni nümayəndələr, təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçiləri ilə əməkdaşlıq vasitəsilə təhsil alanların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara psixoloji dəstəyin göstərilməsini, onların proqressiv psixi inkişafını, meyl və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin edir. Yəni, psixoloji xidmət burada əsas bizim məqsədimiz məktəb psixoloqu olaraq təhsil alanlar ona görə deyilir ki, bu bütün təhsil müəssisələrində təhsil alanlara aiddir psixoloji xidmət. Lakin biz burada indi orta məktəbdən danışacağımıza görə şagird haqqında deyirik. Yəni biz psixoloqları, məktəb psixoloqlarının əsas məqsədi şagirdlərin psixoloji vəziyyətinin, daha sonra sosial-mənəvi problemlərini öyrənmək və onlara psixoloji dəstək göstərmək, onların müsbət psixi inkişafını, maraq və meyllərini, potensiallarını reallaşdırmaq, habelə psixi pozuntuların, yarana biləcək psixi pozuntuların profilaktikasını, yəni qabaqlayıcı tədbirlərinin görünməsini təmin edirik. Həmçinin biz bunu valideynlər, digər qanuni nümayəndələr dedikdə himayəçilər və yaxud qəyyumlar ola bilər, təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçilər, müəllimlərlə əməkdaşlıq şəraitində biz bunu təmin edirik, həyata keçiririk. Psixoloji xidmətin təşkilində əsas məqsəd aşağıdakılardır. Birinci, təhsil alanların akademik nailiyyətlərinin artırılması. İkinci, təhsil alanlarda müsbət davranış modelinin formalaşdırılması. Üçüncü, təhsil müəssisəsində təhlükəsiz və sağlam mühit yaradılması. Dördüncü, təhsil alanların mənəvi psixoloji sağlamlığının dəstəklənməsi. Beşinci, ailə təhsil müəssisəsi münasibətlərinin tənzimlənməsi. Yəni, şagirdlərin akademik nailiyyətlərinin yaxşılaşdırılması, müsbət davranış modelinin formalaşdırılması, məktəbdə sağlam psixoloji mühitin yaradılması və həmin şagirdlərin mənəvi psixoloji sağlamlığının qayğısına qalmaq və həmçinin ailə, təhsil, yəni valideynlərlə məktəb işçiləri, müəllimlər, yəni pedaqoqlar və yaxud məktəb rəhbərliyi arasındakı münasibətlərin tənzimlənməsi bizim qarşımıza duran əsas məqsədlərdir. Növbəti, psixoloji xidmətin əsas fəaliyyət istiqamətləri. Psixoloji xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır. Psixoloji maarifləndirmə çərçivəsində psixoloji xidmətin təşkili və həyata keçirilməsi üzrə təhsil müəssisəsi rəhbərlərinin, pedaqoji işçilərin, valideynlərin və ya digər qanuni nümayəndələrin məlumatlandırılmasının, psixoloji biliklərə ehtiyaclarının ödənilməsinin təmin olunmasına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsidir. Deməli, bizim əsas fəaliyyət istiqamətimiz ilk olaraq psixoloji maarifləndirmədir. Psixoloji maarifləndirmədə biz nə edirik? Müəllimləri, valideynləri, rəhbər işçiləri, həmçinin digər qanun nümayəndələri bu həmin psixoloji biliklərlə məlumatlandırırıq və bunun üçün də tədbirlər həyata keçiririk. Məsələn, ola bilər bullying haqqında götürək bir mövzu. Biz valideynlərlə, müəllimlərlə və müəssisənin rəhbər işçiləri arasında ayrı-ayrılıqda və yaxud birlikdə bullying haqqında kompleks tədbir keçirə bilərik. Bullying nədir? Maarifləndirici tədbirdən söhbət gedir. Bullying nədir? Onun qarşısını necə ala bilərik? Necə edə bilərik ki, bizim övladımız bullyingə məruz qalmasın və yaxud da digər yoldaşlarına bullying göstərməsin, yaxud bullyingə məruz qalarlarsa, hansı işləri görə bilərik birlikdə, yaxud həmin şagirdlərimizə, övladlarımıza biz nələri öyrədə bilərik bunun qarşısını almaq üçün. Bu kimi tədbirlər, yəni sırf maarifləndirmə xarakterlidir və kompleks halda həyata keçiririk. İkinci, psixoloji müayinə. Deməli, ikinci əsas istiqamətimiz psixoloji müayinədir. Psixoloji müayinə çərçivəsində təhsil alanların təlim maraqlarının, öyrənmə xüsusiyyətlərinin, fərdi psixoloji xüsusiyyətlərinin, təlim-tərbiyə prosesində potensial imkanlarının, təhsilə və cəmiyyətdə baş verən hadisələrə münasibətlərinin,
Meyl və maraqlarının öyrənilməsi, təhsil alanların təlim tərbiyəsində və sosiallaşmasında yaranan çətinliklərin səbəblərini müəyyənləşdirməsi üzrə sistemli tədbirlərin həyata keçirilməsidir. Bunlar test imtahanına da düşə bilir. Deməli, kompleks tədbirlərin keçirilməsi psixoloji maarifləndirmədədir. Psixoloji müayinədə isə sistemli tədbirlərin keçirilməsindən söhbət gedir. İndi bizim əsas ikinci fəaliyyət istiqamətimiz psixoloji maarifləndirmə müayinə dedikdə, burada şagirdlərin təlim maraqlarıdır, onların fərdi psixoloji xüsusiyyətləridir, potensialı, meyli, marağı nəyədir bu uşağın, yaxud da ki, özünü sosiallaşmada, yəni sosiumda, cəmiyyətdə nə cür aparır və hansı çətinliklər yaranır, bunların müəyyən edilməsidir. Yəni, bir növ müayinə xarakteri daşıyır, adından göründüyü kimi. Növbəti, psixoloji profilaktika çərçivəsində təhsil alanların psixoloji vəziyyətində, əqli inkişafında, təhsil mühitinə və kollektivə uyğunlaşmasında, əhatə olunduğu insanlara qarşı münasibətlərində müşahidə edilən çətinliklərin aşkara çıxarılaraq aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi və bu istiqamətdə müvafiq tövsiyələrin hazırlanması. Deməli, bizim üçüncü əsas fəaliyyət istiqamətimiz psixoloji profilaktikadır. Psixoloji profilaktika sözü həmçinin qabaqlayıcı tədbir anlamında gedir. Yəni, yarana biləcək hər hansısa bir problemin öncədən tədbirinin görünməsidir. Burada ola bilər şagirdin psixoloji vəziyyətində yaranmış əqli inkişaf ola bilər, təhsilə münasibət ola bilər, uyğunlaşma, adaptasiyada yarana biləcək bir problem ola bilər və s. kimi. Məsələn, buna narkomaniyaya yox deyək adlı tədbirlərimizi misal göstərə bilərik ki, bu zaman biz yeniyetmələr arasında məktəb psixoloqu olaraq şagirdlərə narkomaniyaya yox deyək adlı psixoloji profilaktika məqsədli tədbir keçiririk. Məqsədimiz burada nədir? Yarana biləcək problemin öncədən qarşısının alınması. Növbəti, dördüncü, psixoloji konsultasiya çərçivəsində təhsil alanların inkişafında, mənəvi tərbiyəsində psixoloji xidmətin rolu və əhəmiyyəti barədə məlumatlığın təmin olunması, təhsil alanların şəxsiyyətinin formalaşdırılması yolları, hissi-emosional tərbiyəsi, habelə uşaq psixologiyasının özünəməxsus cəhətləri barədə valideynlərə və digər qanuni nümayəndələrə, təhsil müəssisələrinin rəhbərliyinə, pedaqoji işçilərə zəruri məlumatlar verilməsi, qrup və fərdi konsultasiyaları vasitəsilə özünü dərk etmə, adekvat qiymətləndirmə, sosial mühitə uyğunlaşma, həmçinin böhran vəziyyətindən çıxmağa kömək göstərilməsi. Psixoloji konsultasiya bir növ məsləhət xarakteri daşıyır. Psixoloji konsultasiya çərçivəsində biz şagirdlərə, həmçinin həm şagirdlərə, həm müəllimlərə, həm rəhbər işçilərə, bununla yanaşı valideynlərə və yaxud həmin şagirdə qəyyumluq edən, himayədarlıq edən şəxslərə psixoloji məlumatların verilməsidir ki, yəni onların şagirdin tam sağlam inkişafında və mənəvi tərbiyəsində onun psixikasının sağlamlığı da əhəmiyyətlidir və həmçinin onun şəxsiyyət kimi formalaşması, emosional tərbiyəsi, hissi-emosional tərbiyəsi, bunların hamısında psixoloji biliklərin olmasının önəmli və ona dəstəyin göstərilməsindən söhbət gedir. Növbəti, əlilliyi olan təhsil alanların təhsil alacağı sinif yoldaşları ilə və təmasda olacağı digər təhsil alanlarla əlilliyə qarşı pozitiv münasibətin formalaşdırılması, əlilliyi olan təhsil alanın müstəqil həyata hazırlanması üçün valideynlərin və digər qanuni nümayəndələrin istiqamətləndirilməsi, əlilliyi olan təhsil alanların təhsilinə cavabdeh olan pedaqoji işçilərin təhsil alanların arzulunmaz davranışının idarə olunmasına dair istiqamətləndirilməsi, təhsil alanlara problemlərin həlli və digər sosial bacarıqların aşılanması, onlarda məntiqi və yaradıcı təfəkkürün inkişafı, riskli davranışın, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması, sosial dezadaptasiyaya məruz qalmış təhsil alanların sosial bacarıqlarının artırılması üzrə zəruri tədbirlər həyata keçirilir. Yəni nə deməkdir? Bizim fəaliyyət istiqamətimizin növbətisi əlilliyi olan, yəni sağlamlıq imkanları məhdud olan şagirdlər var ki, onlar adi siniflərdə təhsil alırlar. Bu zaman həmin orada olan digər şagirdlərin, valideynlərin, müəllimlərin həmin sağlamlıq imkanında məhdud olan şagirdə yanaşma tərzi, yəni həmin yanaşmada həmin uşağa
nə dərəcədə psixoloji olaraq təsir göstərilməsi, yəni bu təsirdən yaranan həmin şagirdin məktəbə uyğunlaşması, sinif yoldaşlarına uyğunlaşması bu kimi problemlərin aradan qaldırılmasına yönəlmişdir. Həmçinin həmin təhsil alanlarda sağlamlıq imkanları məhdud olan uşaqlardan söhbət gedir. Sosial bacarıqların aşılanmasıdır. Onlarda məntiqi və yaradıcı təfəkkürün inkişafıdır, zərərli vərdişlərin aludəçiliyinin qarşısının alınması, adaptasiya, bütün bunlara aid sosial bacarıqların artırılması üzrə tədbirlərin həyata keçirilməsindən söhbət gedir. Psixoloqun psixoloji xidmətin vəzifələri, daha doğrusu, psixoloji xidmətin vəzifələri aşağıdakılardır. Pedaqoji işçilərlə birlikdə təhsil alanların psixoloji vəziyyətini, təlim nailiyyətlərini, inkişaf meyllərini, maraq dairəsini müəyyən etmək məqsədi ilə müayinə və təhlillər aparmaqla real vəziyyətin müəyyənləşdirilməsi, müvafiq inkişaf planlarının hazırlanması, təhsil müəssisəsi üzrə akademik nailiyyətlərin artırılması və təlimdə geri qalan təhsil alanlarla işin düzgün qurulması istiqamətində dəyərləndirmələrin aparılması, təhsil müəssisəsinin rəhbərliklərinə tövsiyələrin verilməsi və müxtəlif məqsədli qabaqlayıcı inkişaf planlarının hazırlanması və icra edilməsinin nəzərdə saxlanılması, təhsil müəssisəsində sağlam mənəvi psixoloji mühitin formalaşdırılması və sabit saxlanılması, təlim-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların tam öyrənilməsi, təhsil alanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji işçilərlə birlikdə müvafiq işin aparılması. Burada əsas indi biz üçü haqqında ümumi şəkildə belə deyə bilərik ki, yəni burada psixoloq, pedaqoji işçilərlə, yəni müəllimlərlə deyək, birlikdə həmin bu şagirdlərin psixoloji vəziyyətinin yaxşılaşdırılması üçün birlikdə müayinələr aparır və onlara uyğun müvafiq inkişaf planları hazırlar və ehtiyac olduqda fərdi inkişaf planları da hazırlaya bilərlər. Daha sonra qabaqlayıcı inkişaf planlarının hazırlanması da, həmçinin onların həyata keçirilməsinə nəzarətdə saxlanılması, sonra sağlam mənəvi psixoloji mühitin yaradılmasıdır. Xüsusi şərait yaradılmadan təhsil almasında çətinlik yaranan, fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan təhsil alanlara müvafiq korreksiya edici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək üçün dəyərləndirmələrin aparılması, zəruri hallarda təhsil alanların müvafiq kənar dəstək xidmətlərinə istiqamətlənməsi, təlimdə çətinlikləri, emosional pozuntu və sosial təhlükə vəziyyətində olan təhsil alanlarla fərdi və qrup fəaliyyətin planlaşdırılması, psixoloji problemlərin yaranma riski yüksək olan təhsil alanların ailə və sosial vəziyyəti ilə tanış olmaq, valideynlərlə və digər qanuni nümayəndələrlə, aidiyyatı dövlət orqanlarının nümayəndələri ilə mütəmadi görüşlər, maarifləndirmə tədbirlərini həyata keçirmək, sosial məişət çətinlikləri olan təhsil alanların təhsilini və inkişafını dəstəkləmə məqsədi ilə məktəb əsaslı inkişaf planlarının hazırlanması və ailə ilə birlikdə icra edilməsinə dəstək verilməsi, təhsil alanların peşə yönümlü işinin planlaşdırılması ilə bağlı onlara, valideynlərinə və digər qanuni nümayəndələrə, eləcə də təhsil verənlərə tövsiyələrin verilməsi, təhsil müəssisəsinin kollektivi ilə birlikdə icra edilməsi, təhsil alanlarda müxtəlif bacarıqların, özünü idarə, düzgün ünsiyyətin qurulması, kiçik yaşlılara qarşı davranışın formalaşdırılması, münaqişələrin düzgün həlli, həvəsləndirmə məqsədyönlü modelləşdirmə, rollu oyunlar və s. üzrə müsbət davranış tərbiyə edilməsi, formalaşdırılması mövzularında təhsil müəssisələrinin kollektivi üçün görüşlərin təşkili və məsləhətlərin aparılması. Bəs psixoloji təhsil müəssisəsində psixoloji xidmətin təşkili, təhsil müəssisələrində psixoloji xidmət müəssisə rəhbərlərinin, pedaqoji işçilərin, valideynlərin və digər qanuni nümayəndələrin psixoloqla qarşılıqlı əməkdaşlığını təmin etməkdir. Burada yəni həm müəssisə rəhbərliyi, həm müəllimlər, həm də valideynlərin yaxud digər qanuni nümayəndələr ola bilər, psixoloqla qarşılıqlı əməkdaşlıq əsasıdır. Psixoloqun işinin təşkili məqsədi ilə təhsil müəssisəsində təhsil alanlarla, təhsil verənlərlə, valideynlərlə və digər qanuni nümayəndələrlə görüşlər keçirmək,
Konsultasiya və korreksiya edici tədbirlər aparmaq üçün avadanlıq və didaktik materiallarla təchiz edilmiş psixoloji xidmət kabineti yaradılır. Yəni psixoloq otağı yaradılır və burada avadanlıq və didaktik materiallar olur. Təhsil müəssisəsinin rəhbəri müəssisədə psixoloji xidmət üzrə koordinasiyanı və bu işə ümumi rəhbərliyi həyata keçirir. Psixoloji xidmətin təşkili məqsədi ilə psixoloqun əsaslandırılmış müraciəti əsasında maddi texniki təchizatı təmin edilir. Psixoloqun illik fəaliyyət planı hər il yanvarın 5-dən gec olmayaraq, bunlar test imtahanında istifadə olunur. Yanvarın 5-dən gec olmayaraq hər bir məktəb psixoloqu təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir. İllik fəaliyyət planında psixoloji maarifləndirmə, psixoloji profilaktika, psixoloji konsultasiya istiqamətləri üzrə tədbir və il ərzində keçiriləcək seminar, dəyərli masalar, müzakirələr öz əksini tapır. Psixoloji maarifləndirmə, psixoloji profilaktika, konsultasiya, biz bunu biraz öncə dedik, bu bizim iş istiqamətlərimizdir, fəaliyyət istiqamətlərimizdir. Həmçinin il ərzində keçiriləcək seminar, dəyərli masa, müzakirələr öz əksini tapır. İllik fəaliyyət planında dəyişikliklər psixoloqun əsaslandırılmış təklifləri əsasında təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir. Bizim fəaliyyət planımıza birbaşa belə deyək, baxışı və təsdiqi həmin məktəbin rəhbəri, direktoru həyata keçirir. Hər il yanvarın 5-də təsdiq olunur. Burada hazır formada olur. Çox zaman maarifləndirmə, psixoloji profilaktika, psixoloji konsultasiyalar var hər ay üzrə, hər həftə üzrə və əlavə olaraq seminarlar, dəyərli masalar, müzakirələr olur və hər hansısa bir dəyişiklik etmək istəyiriksə, yəni fəaliyyət planımızı məktəbimizə uyğun formada dəyişdirmək istəyiriksə, əsaslandırılmış formada biz onu rəhbərimizə göstəririk. Bundan sonra isə təsdiqlənir. Psixoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş iş vaxtı çərçivəsində təhsil alanlara fərdi və ya qrup şəklində psixoloji yardım göstərir. Yəni biz öz iş müddətimizdə şagirdlərə fərdi və qrup şəklində psixoloji yardım göstəririk. Təhsil alanlara qrup şəklində psixoloji yardımın göstərilməsinin vaxtı və yeri təhsil müəssisəsinin rəhbərliyi ilə razılaşdırılır. Ümumiyyətcə, məktəb psixoloqu birbaşa məktəb rəhbərliyinə tabedir. Və gördüyünüz kimi illik fəaliyyət planımız olsun, daha sonra qrup şəklində keçirəcəyimiz terapiya olsun və ya psixoloji yardımın göstərilməsi olsun, bu zaman təhsil müəssisəsinin rəhbəri ilə razılaşdırırıq. İllik fəaliyyət planına uyğun olaraq psixoloq qrupda bir dəfə təhsil müəssisələrinin rəhbərinə hesabat verir. Bəli, yarımillik və illik hesabatlar veririk. Psixoloji xidmətin işi aşağıdakı iki formada təşkil olunur. Birinci ümumi xidmətlər, digəri isə xüsusi xidmətlər. Ümumi xidmətlər təhsil müəssisəsi üzrə dəyərləndirmələr, potensial risklərin müəyyənləşdirilməsi, qabaqlayıcı profilaktik xidmət və ali təhsil müəssisəsi əməkdaşlığının dəstəklənməsi. Xüsusi xidmət isə hər bir təhsil alana münasibətdə inkişaf planının hazırlanması, təhsil alanlarda sosial, emosional davranışın formalaşdırılması və dəstəklənməsi. Ümumi xidmətlər belə deyək, təhsil müəssisəsi üzrə aparılır, amma xüsusi xidmətlər isə hər bir təhsil alana aid olur. Psixoloqun hüquqları. Bu həmçinin müsahibədə soruşulan suallardır. İstər region psixoloqlarının müsahibə mərhələsi, istər Bakı psixoloqlarının müsahibə mərhələsində psixoloqun hüquq və vəzifələri hər il soruşulan suallardandır. Psixoloji xidmətin təşkili ilə bağlı aktual problemlərə həsr olunmuş konfrans, seminar və dəyərli masalar təşkil etmək, həmçinin belə tədbirlərdə iştirak etmək, yəni bizim ixtisasımıza aid olan konfranslarda, seminarlarda və s. kimi onlarda iştirak edə bilərik. Ölkə miqyasında psixoloq və sosial pedaqoqların şəbəkədaxili qarşılıqlı əlaqələrinin yaradılmasında və bu sahədə vahid informasiya məkanının formalaşdırılmasına iştirak etmək, təhsil proqramlarına və tədris metodik vəsaitlərə rəy bildirmək, psixoloji pedaqoji biliklərin təbliği sahəsində iş aparmaq,
Psixoloji, tibbi, pedaqoji komissiyaların və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların işində iştirak etmək. Psixoloji, tibbi, pedaqoji komissiya bu şagirdlərin sağlamlığı ilə bağlı olan bir komissiyadır. Orada uşağı həm psixoloq, həm tibb işçisi, həkim, həm də pedaqoq müəllim olur. Həmin uşağı müayinədən keçirirlər. Daha sonra əvvəllər inklüziv siniflər olurdu, yaxud da ki, inklüziv məktəbdən əlavə inklüziv siniflər olurdu. Orada tutaq ki, 20 nəfər normal şagirddir tipik olaraq. Onlardan isə bir nəfəri, 2 nəfəri həmin o tibbi, pedaqoji komissiyadan keçmiş, amma sağlamlığında müəyyən fiziki çətinliyi olan uşaq ola bilər ki, baxın onların təyin olunması, məktəbə yerləşdirilməsi üçün tibbi, psixoloji, pedaqoji komissiyanın rəyasasıdır və biz psixoloqlar da orada iştirak edə bilərik. Yetkinlik yaşına çatmayanların işlərinin, hüquqlarının müdafiəsi üzrə komissiyanın da işində iştirak edə bilərik. Təhsil müəssisəsinin rəhbəri vasitəsilə təhsil alanlara psixoloji yardım göstərilməsi ilə əlaqədar dövlət və yerli özünəayırtma orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu vermək və onlardan belə məlumatları almaq. Bəli, psixoloji xidmətin təşkili üzrə ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv olmaq, pedaqoji tədbirlərin hazırlanmasında və keçirilməsində, tədris, elm və tərbiyə prosesinin tənzimlənməsində, tərbiyəvi tədbirlərin planlaşdırılmasında iştirak etmək. Ümumi belə deyə bilərik ki, pedaqoji tədbirlər baş tutur məktəblərdə və onların həmin o tədbirin planlaşdırılmasında biz psixoloqlar iştirak edə bilərik. Peşə fəaliyyəti üçün zəruri olan sənədləri və məlumatları təhsil müəssisəsinin rəhbərliyindən, müəllimlərdən, valideynlərdən və digər qanuni nümayəndələrdən əldə etmək, psixoloji biliklərin təbliği sahəsində iş aparmaq, elmi və kütləvi jurnallarda, qəzetlərdə, internet resurslarında iş təcrübəsini ümumiləşdirən məqalələrlə çıxış etmək, korreksiya inkişaf etdirici resurslarla təmin olunmaq, təhsil qanunvericiliyində və psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanununda nəzərdən tutulmuş digər hüquqlardan istifadə etmək. Psixoloqun vəzifələri. Psixoloji xidmət, psixoloji yardım alan təhsil alanlara peşəkar və keyfiyyətli yardım göstərməliyik. Peşəkar və keyfiyyətli psixoloji yardım göstərmək bizim əsas vəzifəmizdir. Müəssisənin illik və cari fəaliyyət planının hazırlanması, təlim-tərbiyə prosesinin təşkilində və həyata keçirilməsində iştirak etmək, yəni məktəbin özünün də illik fəaliyyət planı olur, planlaşdırması olur, onlarda psixoloq iştirak edir. Müstəqil surətdə təhsil alanlarla, pedaqoji işçilərlə, valideynlərlə və digər qanuni nümayəndələrlə aparılan işlərin konkret istiqamətlərini müəyyən etmək və bu işlərin forma və metodlarını seçmək, onların yerinə yetirilmə ardıcıllığını müəyyən etmək, pedaqoji işçilərin iştirakı ilə təhsil alanlarla aparılan psixoloji müayinənin nəticələri əsasında ümumiləşdirmələr və təhlillər aparmaq, aşkar edilmiş psixoloji problemlərin aradan qaldırılması istiqamətində tövsiyələr hazırlamaq, zəruri hallarda təhsil alanları peşəkar xidmətə yönəltmək. Yəni, tutaq ki, uşaqda hər hansısa bir problem varsa, psixoloji olaraq çətinlik varsa, biz ona aid tövsiyələr hazırlayırıq. Əgər ehtiyac olarsa, onu peşəkar psixoloji xidmətə yönləndirə bilərik. Təhsil alanlar arasında hüquq pozuntularının və zərərli vərdişlərə aludəçilik meyillərinin qarşısını almaq məqsədi ilə qabaqlayıcı, dediyimiz kimi, profilaktik tədbirin aparılması, sağlam həyat tərzini təbliğ edən layihələr həyata keçirmək. Məsələn, öncə dedik, profilaktik tədbirlərə narkomaniyaya yox deyə ola bilər, sağlam qidalanma ola bilər. Fəaliyyət planımızda bunlar var. Tutaq ki, 5-ci sinif şagirdləri ilə sağlam həyat tərzi və yaxud sağlam qidalanma haqqında. Yəni, həm layihələr hazırlayırıq, həm də bizim illik fəaliyyət planımızda olan profilaktik tədbirləri həyata keçiririk. Təhsil müəssisəsində istedadlı təhsil alanların aşkar edilməsi, onların inkişafı üçün səmərəli təhsil şəraitinin yaradılması istiqamətində sistemli iş aparmaq, müəllim və valideynlərlə və digər qanuni nümayəndələrlə birlikdə təhsil alanların potensial imkanlarına uyğun
peşə seçiminə və gələcək karyera inkişafına kömək etmək. Həm istedadlı şagirdləri müəyyən edirik, həmçinin onların uğurlarının inkişaf etdirilməsi üçün dəstək göstəririk və peşə seçmə. 8-ci sinifdən, 9-cu sinifdən etibarən artıq biz şagirdlərlə məktəb psixoloqu olaraq hansı peşəyə meylli olduğu haqqında həm diaqnostik testlər keçiririk, həm də onlarla psixoloji söhbətlər əsasında müəyyənləşdiririk və onlara onların öz seçimlərinin nə qədər önəmli olması və yaxud da ki, seçimləri barəsində valideynlərlə birlikdə söhbətin aparılmasını həyata keçiririk. Həmçinin şagirdin potensial imkanlarına uyğun olaraq peşə seçməsinə də köməklik göstəririk. Uşaq psixologiyasının xarakteri xüsusiyyətlərinə, yaş xüsusiyyətlərinə görə onların xarakterində baş verən dəyişikliklərin mahiyyəti barədə müəllimlərin və valideynlərin digər qanuni nümayəndələrin məlumatlandırılması. Belə deyə bilərik, yeniyetməlik dövrü haqqında valideynlərlə iclas keçirə bilərik və həmin yeniyetməliyə keçid dövrü haqqında valideynlərlə tədbirdə bu haqqda məlumat verə bilərik və yaxud da ki, bu həm ümumi şəkildə, həm də xüsusi şəkildə keçirilə bilər. Yəni, öncədən onlara bu haqda məlumat veririk, onlara yanaşma tərzini izah edirik. Baş verən dəyişikliklərin onların yaş xüsusiyyətləri ilə əlaqədar olduğunu və yaxud böhran dövründə olduqları haqqında ətraflı danışırıq. Təlimdə çətinlikləri olan təhsil alanların problemlərinin aradan qaldırılması üçün müəllim tərəfindən fərdi təlim və inkişaf proqramlarının hazırlanmasını tələb etmək və bu proqramların həyata keçirilməsi nəzarətdə saxlamaq. Təlimdə çətinlik çəkən və yaxud təlimdə geri qalan şagirdlər var ki, onlar üçün fərdi təlim və yaxud inkişaf proqramları hazırlanır, müəllim tərəfindən hazırlanır bu. Amma o proqramın hazırlanması da həyata keçirilməsi nəzarətdə psixoloq iştirak edir. Növbəti, sosial təhlükəli vəziyyətdə olan zərərli vərdişlərə meyilli təhsil alanlarla bağlı qərarların qəbul edilməsi məqsədilə təhsil müəssisəsinin rəhbərliyi qarşısında vəsadətlə çıxış etmək. Yəni, artıq məktəbdə tutaq ki, həmin vərdişlərə meyillik və s. kimi bir problemlər varsa, yaxud sosial təhlükəli vəziyyət varsa, bu zaman bizim məktəb psixoloqlarının da orada vəsadətlə çıxışı lazımdır. Yardım göstərdikləri təhsil alanların hüquqlarına, şərəf ləyaqətinə hörmətlə yanaşmaq. Bəli, bu bizim əsas öndə olan, belə deyim, həm vəzifəmizdir, həm də öhdəliyimizdir ki, həmin şagirdlərin hüquqlarını qoruyuruq, həm şərəf və ləyaqətinə də hörmətlə yanaşırıq. Bütün mübahisəli və münaqişəli halda təhsil alanların mənafe ilə çıxış etmək, psixoloqun peşə etikasına riayət etmək, psixoloji yardım alan təhsil alanlar haqqında məlumatın qanunla müəyyən edilmiş konfidensiallığını, yəni qorunmasını təmin etmək, psixoloji müayinə nəticələrinə uyğun olaraq sosial xidmət və tibb müəssisələri, o cümlədən ixtisaslaşmış psixiatriya müəssisələri ilə əməkdaşlıq etmək. Yəni, psixoloq tək özü deyil, məsələn, müayinənin nəticəsinə uyğun olaraq şagirdi hər hansı bir tibb müəssisəsinə yönəldə bilər, yaxud da ki, psixiatriya müəssisəsi ilə əməkdaşlıq yarada bilər. Bu, gələcəkdə yarana biləcək böyük problemin öncədən qarşısını almağa çox böyük köməklik göstərir. Təhsil qanunvericiliyində psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Psixoloji yardım alan təhsil alanların, yəni burada artıq şagirdlərin özünün hüquq və vəzifələrindən söhbət gedir. Peşəkar və ixtisaslı psixoloji yardım almaq, hüquqları, psixoloji problemin xarakteri, tətbiq edilən psixoloji yardım metodları haqqında məlumat almaq, öz hüquqlarının və qanuni maraqlarının qorunmasını tələb etmək, təhsil qanunvericiliyində və psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanununda nəzərdən tutulmuş digər hüquqlardan istifadə etmək. Yəni, şagird məktəbdə psixoloji yardım almaq hüququ var ki, psixoloqa müraciət etsin və psixoloji dəstək yardım alsın. Bununla yanaşı, o psixoloji yardım alarkən öz probleminin nə olduğunu, sonra psixoloq ona hansı metodlar vasitəsilə kömək edəcəksə, o haqda da məlumat almaq onun şagirdin hüququdur. Sonra öz hüquq və qanuni maraqlarının qorunmasını da tələb etməlidir. Həmçinin psixoloqun da bir öncə biz bildirdik ki, əsas vəzifələrindən biridir ki, o bütün mübahisəli və münaqişəli hallarda təhsil alanların mənafe ilə çıxış edir
və təhsil alanların hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşır. Psixoloji yardım alan təhsil alanların vəzifələri bəs nələrdir? Psixoloji yardım göstərən şəxslə əməkdaşlıq etmək, yəni şagird burada psixoloqla əməkdaşlıq etməlidir ki, həmin psixoloq ona yardım göstərə bilsin. Özünün və başqalarının